şəhid ailələrimiz, qazilərimiz, veteranlarımız, fərqli üzvlərimiz, qonaqlarımız, siz Azərbaycan Respublikası şəhid ailələri, əlləri və müharibə veteranlarının Müdafiəsi İctimai Birliyinin Cəbrayıl rayon şöbəsi adından 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən tədbirimizdə salamlayırıq. Gəlin dövlət himnimizi səsləndirək. Hər şey edirəm. Əyləşməyib, vətən uğrunda, torpağımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, əziz şəhid ailələri, qazilər, veteranlar, dəyərli dostlarımız. Bilirsiniz ki, bugün 26 iyun Silahlı Qüvvələr Günüdür. Əlbəttə biz bu günümüzü qəhrəman şəhidlərimizə, igidlərimizə, veteranlarımıza, qazilərimizə borcluyuq ki, bu azadlığı bizə bəxş elədilər, bu günü bizə nəsib elədilər. Hörmətli tədbir iştirakçıları, əziz şəhid ailələri, qazilər, veteranlar, dəyərli dostlarımız. Bilirsiniz ki, bugün 26 iyun Silahlı Qüvvələr Günüdür. Əlbəttə biz bu günümüzü qəhrəman şəhidlərimizə, igidlərimizə, veteranlarımıza, qazilərimizə borcluyuq ki, bu azadlığı bizə bəxş elədilər, bu günü bizə nəsib elədilər. Bir ömür boyu biz qəhrəman şəhidlərimizə borcluyuq ki, azadlığımız xoş keçir. Doğrudan da rahatçılıqdır. Kim hansı bölgəyə gedirsə bugün azad olunmuş bölgələrimizə orada rahatçılıqdır ki, şəhidlərimizin qanı damcı-damcı hər bir bölgədə var. Hər bir bölgədə var. Döyüş bölgələrimizdə, hər yerdə var. Allah bizə itkin şəhidlərimizdən də bir xəbər gətirsin ki, bugün Mahmud qardaşımız, Gülü bacımız, Əziz ağamızın yadgarı, Mahirimizin yadgarı o bir məzar təskinlik olsun. Bütün itkin şəhidlərimizin, Qəsbə bacımız,
hamısından bizə xəbər getsin ki, biz orada bir təskinlik tapaq, bir məzarımız olsun, bir nişan yerimiz olsun. Gedək ziyarət edirik. Bilirsən, çətin olur. Həm çətin də, həm asandır. İndi şəhidlərimizin məzarı var, biz gedib ziyarət edirik, ürəyimizi boşaldırıq. Ancaq iki şəhid olmayanda ananın, bacının, qardaşın, qohum əqrabanın gözü gəzir ki, görən hardadır, harda axtarır, bu belədir, bu gün belədir. Allah hər birinizə səbir dözüm versin. Allah hər birinizdən razı olsun. Müharibə itki şəhid tələb eləyir, qayda budur. İndi çox adam bölür, birinci savaş, ikinci savaş. Ümumiyyətlə, birinci vətən, ikinci vətən yoxdur, vətən bir dənə olur. O da Azərbaycanımızdır. İndi olmayanda, bilməyəndə deyirlər. Birinci Qarabağ savaşında əziyyətlər, çətinlər çox idi. Belə ki, həmin ordu durur, həmin döyüşçülər var. Sadəcə təminat yox idi, vahid komandan rəhbər yox idi. Hər ki, hər gəli idi, bunu hamınız bilirsiniz. Əskər yemək, geyim, patron tapırdı. Bir yerdəki, bir kətdəki bölgədə. Hər kəsin də o kətlərdə, qəsəbələrdə olanlar o vaxt deyirlər ki, pul yığın, patron alaq, orduda falan şey çatmır. Bugün elə deyil də. Onunla belə o boyda ordu düşmənin qabağını aldı. Yəni, pis çıxması Beyləqana, Füzulli bütövlüyü getmədi, Beyləqana keçilmədi. Az da olsa, təminatsız da olsa, krasovka ilə, yəni ayağıcırıq krasovka ilə biz suya zada giririk, hər yerə. Füzuli bölgəsi Goranboydan başlamışıq 134'də, yəni çox çətinlik. Bugünə şükür ki, müasir Azərbaycanımızın, müasir dövrün, müasir silahları, ordusu, hər şey yerindədir, var. Allah Ali Baş Komandanımızı qorusun, Allah bayrağımızı hər zaman ucadan dalğalandırsın. Yəni, hər zaman biz şəhidlərimizə borçluyuz. İstər bölgələrə gedəndə dualarımızı eləyə, istər plakat önündən keçəndə şəhidlərimizə bir çiçək salam verir ki, bu ruhu şad olsun. Ona görə ki, yenə deyirəm, hər dəqiqamızda, nəyin canım günündə, bir ömür boyu şəhidlərimizə borçluyuz. Ümumi şəhidlərimiz 1988-ci ildən 23-cü ilin antiterroruna qədər 34.200 Azərbaycanımızın bizim şəhidimiz var. Yəni ayırmaq, bölmək yox, bütövlükdə deyil. 1988-ci ildən 23-cü ilin antiterroruna qədər 34.200 şəhidimiz var. 25.000-dən artıq birinci şəhidlər xiyabanında, Milli Məclisin yanında orada bizim döyüşçülərimiz uyur. Yəni şəhidlər təzə köhnə olmur, hamısı bizimdir. Bir ömür boyu qəlbimizdə, yaddaşımızda yaşadacaq. Və qəhrəman şəhidlərimiz qanı ilə, canı ilə, silahı ilə tarix yazdılar, hər biri. Dastan oldular. Bugün də Dürdanə xanıma təqdimat olub, hamı bilir, tanıyır. Dürdanə xanım da öz şəhidlərimizin haqqında kitabı ilə tarixə düşdü, yazdı ki, gələcək nəsillər də bu şəhidlərimizin kitabını bizdən sonra da oxusunlar. Dürdanə xanım da yazarımız, şairəmiz, publisimiz, vətənpərvər xanımımız, müəlliməmiz və vətənpərvər ruhda hər zaman. O kitabı yazmaq da çox çətin məsələdir. Onda gərək hər bir şəhidin haqqında bir şeir yazdıqca doğrudan da onu yaşamalısan, kövrəlməlisən, dolmalısan ki, onu yaza biləsən. Allah hər birinizdən razı olsun. Təşəkkür edirəm Dürdanə xanım. Hər birinizə təşəkkür edirəm. Tüm qazilərimizi, veteranlarımızı, şəhid anaların, şəhid bacıların hər birini 26 iyun Silahlı Qüvvələr Günü münasibəti ilə bütün zabitlərimizi, əskərlərimizi, ordumuzu, hamısını səmimi qəlbdən təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, hər birinin ruhu qarşısında baş əyərik. Yəni bugünkü günü, bax o zabitlərimizi də, o igid oğullarımızı da dünyaya gətirən bu qəhrəman analardır. Yəni biz onların qarşısında baş əyirik. Bugün biz bu bayram günündə onların qarşısında baş əyirik ki, bizim bu cür igid qəhrəman oğulları dünyaya gətiriblər. Mən də öz kitabımda bütün şəhidlərimiz haqqında yazmışam, çalışmışam ki, kitab tarixə düşsün. Çünki orada kənarda qalan şəhidimiz olmuyor. Yenə də mən çalışacağım ki, kitab təzədəndən davam eləsin.
yəni silsiləli şəkildə. Çünki bizim onu almaq istəyən nə qədər şəhid anaları mənə müraciət ediblər, şəhid bacıları müraciət ediblər. Biz sabah, ola bilsin, sabah, birisi gün onlarla görüş keçirəcəyik. Çünki bu kitabdan məndən istəyiblər və mənimlə də görüş istəyiblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, Allah ordumuzu qorusun, Ali Baş Komandanımızı qorusun. Bir daha xalqımız itki verməsin, şəhid verməsin, analarımızın, atalarımızın gözü yaşlı qalmasın. Bir daha o igid qəhrəman oğullarımız qan tökməklə torpaq almaq məcburiyyətində qalmasınlar. Ruhları qarşısında baş əyirik, bugün bayram günüdür. Allah'tan ordumuza, şanlı ordumuza güc, qüvvət, qüdrət arzuluyuruq, əmin-amanlıq arzuluyuruq xalqımıza. Allah sizləri də var eləsin. Bax, burada bizim şəhid analarımız oturub, şəhid bacıları oturub. Hər birinin qarşısında baş əyirik. Allah'tan qazilərimizə, veteranlarımıza, əlillərimizə can sağlığı, şəfa diləyirik. Buyurun, şəhid analarımız. Buyurun, Gülzar. Fethvə bacı, buyurun. Bir dənə söz. Allah cəm şəhidlərimizə rəhmət eləsin, bizlərə də səbir versin, itkinlərimizdən də bir xəbər çıxsın, bizim də gözümüz yolda qalmasın. Vaxtın göz yolda qalanların Cəm şəhidlərimizə rəhmət eləsin. İtkinlərimizdən də tezliklə xəbər çıxsın. Taplar olan kimi, taplar olmuş. Ofiliya xanım, şəhid bacısı. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayırıq. Belə bayramınız da xeyirli gəlsin, canınızı sağlığına. Gözəl günlərə çıxasınız. Allah onların da ruhunu şad eləsin. Bütün düşən şəhidlərimizin də tezliklə xəbəri gəlsin. Onların da anası, bacısı, qardaşı sevinsin, sevinçləri olsun. Çox sağ olun. Şəhid bacısı demiş. Hem atası, Mariye'nin hem atası hem de başettiğimiz. Əmani xanım, buyurun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün də şəhidlərdən tezliklə xəbər çıxsın. Bütün də gözlərimiz olarmış. Həm şəhid Həm şəhid qızıdır, həm şəhid bacısıdır. Allah bütün şəhidlərə rəhmət Ruhları şad eləsin. Şəhid anası da həmin şəhid yaradır. Bu ağır dərddir bunlar. Özü itkin şəhid. Allah'ın Allah kimdən ruhları şad taplar. eləsin. Tezliklə bütün itkinlərimizdən Laflar çıxır da yavaş hamısını topladın. Ola və Həmişə şəhid ailələrinin yanındadır zaten. Bugün çok bir gündür, elbette silahlı mübarek gündür. Şükür Allah'a ki bizim artık 30 ilden yukarı dışı ordumuz yaranıbdır. Bugün ordumuz çok şanlı bir ülkeye çıkıyor, şanlı ordumuz var elbette bu hamısı. Cənab Prezidentimizin sayesindədir. Onun Ulu Öndər Heydər Əliyev Nurlu siyasi xəttinin davamçısı, Ulu Öndərimizin davamçısı İlham Əliyevin səhi nəticəsindədir, xarici, daxili siyasətin nəticəsindədir. Bu günlərim Azərbaycan xoşbəxtdir ki, bütün Azərbaycanlı şəhidlərimiz Allah qəni rəhmət eləsin. Əlbəttə onlar olmasaydı, onlar şəhid olmasaydı, bizim qan qohumlarımızdan 14 nəfər şəhiddir. Tamam, Latin işğal zamanı şəhid olub, daimi oğlu Mahir. Allah Quliyev işin şəhiddir. Onlar da şəhidlərimiz var. Əlbəttə bütün şəhidlərimiz bizim hamımızda olmalarımızdır. Yetişkin şəhid deyirik. Onlar hamısı bizim qəlbimizdədir, ürəyimizdədir. İnşallah ki bir yerdə, yurda taplar olanı Allah ordumuzu qorusun. Həqiqətən də çox böyük bir, güclü ordumuz var. Dünyaya səs salan bir ordumuz var. Artıq başqa dövlətlər bizdən bəhrələnirlər bu ordumuz uğrunda. Allah cəm şəhidlərimizə rəhmət eləsin, bayramımızdan mübarək olsun. Bu günlərimizdə hamımız əhval-rühəli olmalıyıq ki, bu bayram günüdür. Allah ordumuzu qorusun, dövlətimizin millətimizi qorusun. Çox sağ olun. Şəhla xanım, sizə söz deyil, o da qazi yoldaşıdır. Allah rəhmət eləsin yoldaşına. Bizim cəmiyyətimizin fərqli üsludur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Allah qazilərimizə, müharibə veteranlarımıza Allah can sağlığı versin. Bayramımızda mübarək. Allah sizdən hər birinizə can sağlığı versin. Sağ olun. Buyur basın. Allah birinci növbədən o
ordumuzu qorusun. Ali Baş komandanımız var olsun. O bir Allah'tan şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı eləsin. Bir daha bayram münasibətilə hər birimizi səmimi qəlbə təbrik edirik. Çok sağ olun. Allah razı olsun. Açıklayın. Ne kadar bu tadbiri təşkil edilmələrinə təşəkkür edirəm ki, şəhidlərimizi unutmurlar. Qazilərimiz həmişə yanındadılar. Mənim özüm bir müharibə işlətçisi kimi bilirəm bunun nə olan işdir bu müharibə nə deməkdir. Allah təala bir də bizim millətə, cəmaata müharibə göstərməsin. Bütün şəhidlərimizin qarşısını baş əyirəm. Allah onların belə deyim, yaxınlarına səbir versin. Belə. Sağ olun. Sağ olun. Bayramımız da yeni bir mübarek. Teşekkür ederiz. Taze kardeşim, buyurun. Önce Müslüm şehir olanların karşısında başlayla 15 yılda her bir olmuşam. Onun içinde ben yaşamışım, müstahap olmuşum. Önce şehir olanların karşısında başlayla. Öpürəm əllərini, Allah'ın var olsun, ilə məhv qardaşlar. Ay boşmuşlar, ay bizimle sinsiye dövüşürdüler. Onların karşısında başlayla, onun üstüne başlayla boş. Var mı? Size səmərlərdə buradan hamısı olsun. Mən də oradan çox tədbirlər çağırdım. Gitməm, gəlmə çox tədbirlər ki, olsun. Ümumiyyətlə, siz biz düşənlər anlatır, siz qəhrəmansınız. Qəhrəman olub verir. Qadırlar hamısı gəlib, tapılacaq Allah'ın kimi. Biz namazda ibadət həmişə mesciddə yad edirik. Şəhidlər həmişə qəlbimizdə. Mən yaşayıram, amma mən bəlkə ölüb yenidən gəldi yad edirəm. Şəhidlər həmişə qəlbimizdədir. Şəhidlər ömrü yaşayır. Onlar da bəlkə ruhu şaddır. Ruhu belə yerdədir ki, cənnətin onu diyorlar, rəvizi almayın, onlar da tapılacaq, hamısı tapılacaq, yavaş-yavaş. Amma gələn bir səbr eləyərsiniz. Onun ki, onları mən həmçə namazda, ibadətdə bir məsciddə həmişə yad edirik. Şəhidlər ömrü, şəhidlər həmişə yaşayır. Allah qazilərimizə şəfa versin, Allah vetanlar, Allah ordunuz can sağlıqdır. Siz də çox sonra ki, o tədbir gözəl üstəlik eləmişsiniz, Səməd Məhdudlar. Çox gözəldir, süper. Bir kitab da var, ən gözəl kitabdır. Hamısı burada var. Yəni minnətlərimizə çox sağ olun, sağ olun. Ben de bütün tədbir iştirakçılarının fikirlərinə qoşuluram. Allah şəhidlərimizə rəhmət eləsin. Belə bizim qəhrəman ana bacılarımız şəhid yararı, yad yararı, yəni o cür oğulları bu analar dünyaya gətirib. Səğələt xanımlar 30 ildir qadınlar yolun əziyyət çəkirlər. Onların minnətlərlə baş əyirəm qarşılarında. Allah qazilərimizə, döyüş silah yoldaşlarımıza can sağlığı versin, uzun ömür versin, şəfa versin. Allah sizdən razı olsun ki, şəhidlərimizi bir rəqamlara bu cür yaşadırsınız tarixdə, onların hər biri kitabda, hər tarixdə yaşadırsınız. Şəhid sevəni Allah sevsin, onu yəqərəm. Allah hər birinizdən razı olsun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah yerimiz, olmanızı, millətimiz, ordunuzu qorusun. Kardeş, buyur kardeş. Salam aleyküm. Birinci növbədə şəhid olanların qabağında baş əyirəm. Qazilərimizə can sağlığı, şəhidlərimizə Allah sağ olun. Allah kim bize bu yeri kömək edən, bəxş edən, yəni öz yerimiz deyil, amma qardaş yeri kimi Rövşən müəllim Quliyev Qarabağ 50 Böyükçülər Futbol Klubunun federasiyasının rəhbəridir. Yəni illərdir təməlin, tarixin, dünövrəsin, betonu bu kişi qoyub. İllərdir bizim dostluğumuz var. Elə bir zəng eləyən kimi dedi ki, heç bir problem yoxdur, buyurun gəlin. Hər zaman qapı açıqdır. Sizə çox təşəkkür edirəm. Rövşən müəllim, buyurun. Hamınız kimi şəhid analarımızın qarşısında baş əyirəm. Bir Qarabağ qazisi olaraq. Yəni, Səməd müəllim gördüyü işlər və dəfələrlə mən həmişə izləyirəm. Həmişə şəhid analarımızın, qazilərimizin həmişə yanındadır, dəstəkdir. Ona görə ona mən öz minnətdarlığımı bildirirəm. Mən özüm qazi olmağıma baxmayaraq, ambutant futbolunu 18-ci ildə Gürcüstanda gördüm və dedim, bu niyə bizdə olmur?
və onu bu günləri, o qaziləri stadiona çıxıb oynamalı mənim üçün böyük bir fəxrdir. Yəni o insanlar dünənə kimi evdə oturmuşdu, hara gedin, nə ayrım, deyiliyim. Bugün onlar idmanla fəxr edirsə, demək Allah'ın qarşısında harada bir nöqtə qədər də olsa ziyarət etmiş olur. Yəni bunu özümə bir borç bildim, dünyaya tanıtdım, Avropaya tanıtdım, Azərbaycanın bayrağını 50 devlətin içərisində qaldırdım. 25-ci ilə kimi də ermənilərə imkan vermədim ki, bu federasiyaya, bu birliklərə qatılsın. Mən də bu günləri, bu ordunun yaranması günü münasibəti ilə bütün qazilərimizi mən xahiş edərdim ki, iştirakçı yox, iştirakçı da qazidir, qazi da iştirakçıdır. Biz Səməd qardaşımın sözünə qüvvət, birinci müharibə, ikinci müharibə, 44 günlük antiterrorlar bunları yığışdırmalıyıq. Bizim hamımız döyüşmüşük Qarabağ torpağı uğrunda, Azərbaycanın bütövlüyü uğrunda. Azərbaycanın bütövlüyü uğrunda canından, qanından keçən bizim müqəddəs insanlarımızdır. O şəhidlər bizim ziyarətgahlarımız olmalıdır. Biz onları ziyarət edərkən bilməliyik ki, Məkkə, Mədinəni ziyarət edirik. Fərqi yoxdur. Məkkə, Mədinə də vaxtilə torpaqları uğrunda döyüşüb, şəhid olub. Bu günləri də bizim şəhidlərimiz Azərbaycan bütövlüyü, Azərbaycan torpağı uğrunda canından, qanından keçir. Bunlar da bizim ziyarətgahımızdır. Biz bu cürə də qəbul eləməliyik. Mənim fikrim belədir. Ona görə də bugün ordunun yaranması günü münasibəti ilə Ali Başkomandanımıza öz minnətdarlığımızı bildiririk ki, bizim belə bir güclü ordumuz var. Qardaşımız demişəm, dünyaya səs salır. Yəni bununla biz fəxr edirik. Bugün də bu bayram münasibəti ilə həm şəhid analarımızı, onların evlatlarının səbəbinə, həm devlətimizin Ali Başkomandanını, həm də qazilərimizi təbrik edirik. Var mı? Həm Dünya Azərbaycanlarının Birliyi Təşkilatının təsisçisiyəm, həm də Qarabağ Əl Döyüşçülər Futbol Federasiyası. Sağ olun. Var olun. Borcumuz yaratmaq, böyük insanlar bəyrəməmiş. Çox sağ olun. Və bəyək dediniz, Sima xanım da təyin eləmişəm, o da bizim Qarabağ qazimizdir. Birinci müharibədə canından, qanından orduda keçmiş bacımızdır. O da sizin elə qüvvətli zonasından da onu da həmvətənlərə. 4 günlük vətən müharibəsində mən özüm müraciət eləmişdim ki, Allah and olsun. Mən getmək istəyirəm. Birdən bir sən gedib orada neyə deyəsən? Deyirəm, gedib hansısa bir yaralıya kömək edirəm. Yox, olmaz da, icazə vermədilər o şeyə müraciətlər. Gücümüz çatan, Nəyə gücümüz çatan? Paqa, əlcək, paltar, corab olan bu Abdurrahman istiqamətində göndərdik. Onlar o Füzuli zonasının adamları bilir. Hətta mənim özümün Facebookda bir müraciətim də vardı. Oradan da müraciət elədim ki, mən getmək istəyirəm. İndi o səhifəmi vərəqləyən olsa orada var. Hamı getmək istəyir. İstər qadın, istər kişi. O qədər ciddi ordumuz oldu ki, şuralarda ümumi səfərbəyli olmalı. Mən üzərində inşallah ordumuz istərsən. Şuralar ki, əlbəttə nasib olan xalqımız bir olur. Hər bir sahəsində biri həkim kimi, biri məqabulluq verəmişlik kimi, biri hərbiçi kimi. Kimin nəyə qazanır verir? Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mən bilirəm ki, o şəhid anaları, iki şəhid anaları hər biri nə qədər nə ağır hisslər keçirir, onu mən bilirəm. Ona görə də mən düşündüm ki, bizim bir dənə də olsun şəhidimiz kənarda qalmamalıdır. Və oturdum, düşündüm, icra hakimiyyəti nümayəndəliyindən şəhidlərimizin siyasını götürdüm. Başladım onları bir-bir yazmağa. Düzdür, çox çətin başa gəldi. Kənardan baxana bəlkə bu hasad görsənədilər. Amma da elə deyildi. Çünki elə şəhidimiz var idi ki, mən deyirdim ki, tutalım, filan kəs deyirdilər, bizim belə bir şəhidimiz yoxdur. Deyirdim, axı o şeydə siyahıda var, nətər yoxdur. Onu mən nə qədər axtardım. Axırda bir nəfər dedi ki, elə bir şəhidimiz var. Amma atası da, anası da, qohum əqrabası da dünyadan köçübdən yoxdular. İnanırsınız, mən o şəhidlərin hamısını, yəni hamısını o kitaba yerləşdirdim, cəm elədim. Allah razı olsun. Hə, ki bu tarixdə heç birinin izi itməsin. Axı bu oğullarımız hamısı o torpaqlar uğrunda öz canlarını, qanlarını verirlər. Bugün mən bilməyim, o bilməsin, gələcək gələn nəsil bilməsin, bəs onda kim bilsin? Axı bu onların haqqıdır, tarixdə qalmaq onların haqqıdır. Çünki hər birisi öz canlarını qurban verirlər, özü də bilə-bilə ki, ölümə gedirlər bu uşaqlar.
Çox ağır oldu həqiqətən də. İndi mən bunu özümü tərif üçün demirəm valla, Allahın dostu. O keçirdiyim, inanın Sahib müəllim, o keçirdiyim hissləri deyirəm ki, elə olub ki, mən onu ağlaya-ağlaya yazmışam. Elə olub ki, baxmışam ki, sinif yoldaşım, şəklinə baxmışam, demişəm, bu mənim sinif yoldaşımdır, bilmədən, təsadüfən, gözümdən yaşlar süzülür. Hər birinin ruhu qarşısında baş əyirəm. Allah hamısına rəhmət eləsin. Ruhları şad olsun, məkanları cənnət olsun. Bizim cəmiyyətimizin bax bu şəhid analarına, bacılarına, üzvlərimizə deməli, fərqli fərmanları var. Səməd müəllim onları təqdim eləyər. Sonra bir çay süfrəmiz də var. Valla Gülcanə xanım, sizin sözünüzün bu bəti, adam gedir o torpaqlara, alınan torpaqlara, doğrudan da gözündən asılı olmayaraq gözünün yaşamak ki, ilahi, bir belə ərazini piyada, döyüşə, az, susuz, bunu damlalı şərait yoxdur, ev yoxudur, eşik yoxudur. Ancaq ne olar? Bütün təminat olur, aclıq olur, susuzluq olur. Adam dəhşətə gəlir ki, Pərverdigarə hər qarış uğrunda. Bəli. O torpaqlar doğrudan da ziyarətdir. Ancaq bizim yaralarımız hələ sağalmayır. Kim ki deyir ki, yaralarımız sağalır, tamam, mən onu... Düz deyil, insanlarımız da var. Baxıram ki, şəhid məzarının bölümündən ot yığır, dəncəl yığır, amma bir dənə ruhu qarşısında baş əyir. Belə insanlarımız da var. Amma bizim yaralarımız hələ sağalmayıb. Xeyr. Çünki o qədər oğullar, cavan igid oğullarımız hamısı canların, qanlarını qoydular o torpaqlarımız uğrunda. O torpaqların hamısında bizim şəhidlərimizin qan izi var. Allah hamısına rəhmət eləsin. Yəni, tarix onları heç vaxt unutmayacaq. Amma mən bu şəhid analarının təskinliyi üçün deyirəm ki, həqiqətən bu belədir. Şəhidlərimizin yeri cənnətdir. Çünki biz hər birimiz bu dünyadan ölüb gedəcəyik. Onsuz sabah həqiqətən biz yada düşmürük. Torpağın üzü soyubdur, amma şəhidlərimiz tarix boyu yaşayacaqlar. Bunun şəhid analarına təskinliyi üçün deyirəm ki, onlar şəhidlik üçün seçilmiş oğullarıdır. Daim xatırlanır, daim bunlar unutulmur. Gələn nəsillər, bax onların hamısı yada salacaq bu şəhidlərimizi. Adi kitab açanda görətdən kimin adı çıxdı. Amma sənin mənim adım heç adı çıxmayır. Təmiz danışır. Mən o kitabı çıxartdığına qədər nə qədər əziyyət çəkdim, həm maddiyyat tərəfindən də. Nə qədər özümüzlə əziyyətlər çəkdik, neynədik, amma yenə də görürəm ki, yenə də azlıq edeyim, yenə də çalışıram ki, nələrsə toplayım, düzəldim. Yəni, o yerdə qalan şəhid ailələrinə də verin, məktəblərə verək, kitabxanalara verək. Çünki məktəblər, o ailələrə verdiyimiz kitab orada qalır. Amma məktəblərə verdiyimiz kitablardır, kitabxanalara verdiyimiz kitablardır, bunlar tarixdə qalır. Ona görə də inşallah ki, kitablardan dərc yenə də paylanılacaq. Ki, heç bir şəhidimiz heç vaxt yaddan çıxmasın.